sərbəstdik. Biz heç kəsdən asılı deyilik. Ama o şartın açtım ki orada Azerbaycan fakülteti olsun. Ermeni fakültetiyle beraber. Bize gerek başka ya karıştırmalıyız ya da ona Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Heydər Əlirzaoğlu Əliyev mayın 10-u 1923-cü ildə Naxçıvan şəhərində anadan oldu. O, 1944-1969-cu ilə qədər çalışdığı dövlət təhlükəsizliyi orqanlarında işə qəbul edildi. O, 1949-1950-ci ildə Dövlət Təhlükəsizliyi Komitəsinin Leningrad şəhərində yerləşən rəhbər kadrlarının məktəbində təhsil alıb. 1950-ci ildə isə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi vəzifəsində. Belə ki, bu dövrdə ümummilli lider Heydər Əliyev daha çox təhsilə önəm vermişdir. 1950-ci illərin əvvəllərində ümummilli lider Heydər Əliyev təhsillə bağlı bir çox iclaslar keçirmiş, Milli Məclisdə görüşlər, konferanslar keçirmişdir. O, təhsili hər zaman öndə tutmuşdur. Həmin dövrdə Heydər Əliyev məktəblilərlə görüşmüş, məktəblərdə olan vəziyyətlə tanış olmuşdur. Həmçinin Ulu Öndər həmin dövrün məşhur şairlərini də unutmamışdır. Belə ki, həmin dövrdə Səməd Vurğun xalq şairi adına layiq görülmüşdür. Onu da qeyd edək ki, xalq şairi adına layiq görülən ilk şair də Səməd Vurğun olmuşdur. O, 1949-1950-ci ildə Dövlət Təhlükəsizliyi Komitəsinin Leningrad şəhərində yerləşən rəhbər kadrlarının hazırladığı məktəbdə təhsil alıb. 1950-ci ildə isə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi vəzifəsində təyin edildi. O, 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsində təyin edildi. Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr vəzifəsində təyin olundu və həmin ildə ona general-mayor vəzifəsi. Ümummilli lider Heydər Əliyev Azərbaycan SSR-nin başına gəldikdən sonra Azərbaycan SSR ölkələri arasında tanınmış bir ölkəyə çevrildi. Belə ki, o artıq hakimiyyətə gəldikdən sonra Azərbaycan SSR-ni daha da gücləndirdi. Azərbaycan SSR-də yeni əkin sahələri yaratdı, yeni infrastrukturu inkişaf etdirdi, iqtisadiyyatı inkişaf etdirdi, yeni pambıq sahələri tikdirdi, yeni kolxozlar yaratdı. Və ən əsası Azərbaycanın iqtisadiyyatını yenidən gücləndirdi və Azərbaycanı Sovet dövlətləri arasında güclü bir mövqeyə gətirib çıxardı. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibı seçildi. Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı oldu. 1974-79-cu illərdə isə SSR Ali Soveti İttifaq Sovetinin sədr vəzifəsində çalışmağa başladı. Heydər Əliyev 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə siyasi büronun üzvü seçildi. Ümummilli lider Heydər Əliyev 1970-ci illərin sonlarına yaxın həmin dövrün SSR lideri Leonid Brejnevin yanında çalışmış və Leonid Brejnevin yanında SSR dövlətləri arasında Azərbaycanı güclü arenaya gətirib çıxarmışdır. Artıq həmin dövrdəki Ermənistan SSR Dağlıq Qarabağ ərazisini ələ keçirmək üçün müxtəlif yollara əl atmışdır.
Belə ki, onlar həmin dövrdə dırnaqarası faktlarla Dağlıq Qarabağ ərazisinin Ermənistana aid olduğunu həmin dövrün SSR lideri Leonid Brejnevə bildirmişlər. Lakin həmin dövrdə Leonid Brejnevin yanında Azərbaycanı təmsil edən Azərbaycan SSR-nin lideri Heydər Əliyev isə buna icazə verməmişdir. Belə ki, Leonid Brejnevin də yanında böyük hörmətə sahib Heydər Əliyev Leonid Brejnevə bildirmişdir ki, ermənilərin dediyi bütün faktlar əsassızdır. Dağlıq Qarabağ ərazisi uzun illər boyu Azərbaycana aid olub və Azərbaycana aiddir. Leonid Brejnev isə neçə illərdir yanında işlədiyi həmkarı Heydər Əliyevin sözünə inanmış və Dağlıq Qarabağ ərazisini o Ermənistana verməmişdir. O, bu vəzifədə işləyərkən SSR-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrində rəhbərlik edib və SSR məkanında bir neçə mühüm layihənin həyata keçirilməsi məhz onun adı ilə bağlı oldu. Sovet İttifaqı Komünist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qarbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq Heydər Əliyev 1987-ci ildə oktyabrda tutulduğu vəzifədən istifa edib. O, həmin dövrdə Mixail Qarbaçovun erməniləri Qarabağ mövzusunda dəstəkləməsindən və Azərbaycanın Qarabağı Azərbaycanın ərazisi kimi tanımamasından vəzifəsindən istifa verib. Что были возможности для политического урегулирования вопроса, были возможности для диалога с народом, но они не были использованы. И в ночь с 19 на 20 в Баку были введены крупные контингенты советской армии и войск МВД СССР. К чему это привело? Каким трагическим последствиям это привело, теперь уже хорошо нам известно. Heydər Əliyev hər zaman xalqının tərəfində, xalqının yanında olub. SSR məkanında da xalqına qarşı göstərilən təzyiqlər, xalqının alçaldılması onu böyük narahat edir və hər zaman onun qarşısını alır. Həmin dövrdə SSR ölkələrinə daxil olan Ermənistan da Azərbaycanın nüfuzunu alçaltmağa, Qarabağ mövzusunda Ermənistana haqq qazandırmağa çalışmışdır. Bəzi siyasi SSR rəhbərləri Ermənistanın tərəfində durmuş, bəziləri isə Ulu Öndər Heydər Əliyevin sözlərini qəbullanmışdılar. Ulu Öndər Heydər Əliyevin SSR məkanında SSR-yə qarşı böyüyən nifrəti elə bu hadisədən sonra son damla olmuş. Belə ki, 1990-cı il 19 yanvardan 20 yanvara keçən gecədə Bakı şəhərində SSR-nin rəhbəri Mixail Qarbaçov tərəfindən göndərilən ordunun böyük bir faciə yaratması, 20 yanvar faciəsini törətməsi, neçə ailəni öldürməsi, neçə insanlar, günahsız insanları öldürməsi Heydər Əliyevin böyük narahatı. O, Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 20-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə bəyanat çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılması tələbini qoydu. O, Dağlıq Qarabağda yayılmış kəskin münaqişəli vəziyyətlə bağlı SSR rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 91-ci il iyun ayında Sovet İttifaqı Komünist Partiyasının sıralarını rəsmi tərk etdi. Я считаю, что были возможности для политического урегулирования вопроса, были возможности для диалога с народом, но они не были использованы. И в ночь с 19 на 20 в Баку были введены крупные контингенты советской армии и войск МВД СССР. К чему это привело? Каким трагическим последствиям это привело, теперь уже хорошо нам известно. 1991-ci il müstəqilliyini bərpa edən müstəqil Azərbaycan Respublikasının dövlət kimi möhkəmlənməsində
dünya arenasında tanınmasında, beynəlxalq BMT-də rəsmi dövlət kimi, müstəqil, azad respublika kimi tanınmasında, ölkəmizin dünyaya tanınmasında, ətraf ölkələrinlə müttəfiq yaradılmasında və ölkəmizin müstəqilliyinin bərpa edilməsində böyük rol oynamışdır. O 1993-cü ildə prezident seçildikdən sonra Azərbaycanda siyasi sabitliyi bərpa etmiş, mühüm dövlət təsisatları yaratmışdır. O ildən sonra 2003-cü ildə vəfat etdiyi zamana qədər Azərbaycanın bütün bölgələrini diyar-diyar gəzmiş, xalqın dərdi ilə maraqlanmışdır. Xalqla maraqlanmışdır və xalqın tərəfindən olmuşdur. 1991-ci ildə yenidən müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ermənilərlə müharibəyə başladı. Belə ki, Ermənistan Dağlıq Qarabağ ərazisini işğal etmişdi və Azərbaycan və Ermənistan arasında 1991-ci ildən etibarən 1-ci Qarabağ müharibəsi başlandı. Lakin həmin dövrdə ölkənin başında duran ölkənin prezidentinin təcrübəsizliyi, ölkənin ilk yaranan Milli Məclisinin zəifliyi ölkəni uçuruma sürükləyirdi. Ölkəyə siyasəti yaxşı bilən, siyasəti anlayan, ölkəni iqtisadi vəziyyətini qoruyub saxlaya biləcək, ölkəni müstəqil edə biləcək bir insan başçılıq etməli idi. Ancaq xalq bunu düşündü və 1994-cü ildən etibarən Azərbaycan Respublikasının, müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevi hakimiyyətə gətirdi və o gündən bu günə qədər müstəqil Azərbaycanın bütün uğurlarını biz Ulu Öndər Heydər Əliyevə borcluyuq. Belə ki, Heydər Əliyevin rəhbərliyi ilə əhəmiyyətli siyasi, iqtisadi və sosial islahatlar həyata keçirildi. 94-cü ildə 1-ci Qarabağ müharibəsini dayandıran atəşkəs sazişi olan Bişkek protokolu imzalanmışdı. Azərbaycanın ilk konstitusiyası qəbul edilmişdi və parlament seçkiləri keçirilmişdi. Onun təşəbbüsü və səyi nəticəsində Azərbaycan gələcək iqtisadi yüksəlişini təmin edən əsrin müqaviləsi adlanan neft sazişini də imzalamışdı. 1994-cü ilin sentyabrın 20-sində Azərbaycanın siyasi və neft tarixində mühüm bir hadisə baş verdi. Tarixdə ilk dəfə olaraq müstəqil Azərbaycan öz təbii ehtiyatlarının hasilatı haqqında xarici şirkətlərlə birbaşa müqavilə imzaladı. Azərbaycan öz təbii ehtiyatlarını birbaşa qərb bazarlarına çıxarmaq imkanı qazandı. Bu nəinki Azərbaycanın, eyni zamanda bütün Cənubi Qafqazın Xəzər hövzəsinin taleyini dəyişəcək bir tarixi hadisə idi. Ancaq bu müqaviləyə gedən yolda çox böyük çətinlikləri, hətta fəlakət yarada biləcək maneələri aşmaq lazım gəlmişdir. Bu vəzifələr mənim prezident vəzifəmdə əsas istiqamətlər olacaqdır və bunların həyata keçirilməsinə mən çalışacağım. Sən maksimumdadır, sıfır şəkəri seçirsən və birdən özünü ulduz kimi hiss edirsən, anama salamlar. Şəkəri yoxdur, amma sevəni çoxdur. Hə, elədir. Həm dadlıdır, həm də sərinləşdirir. Bu sadəcə Pepsi Zero'dur, amma dadı epikdir. Pepsi Zero Sugar, epik seçim. Red Bull qanadlandırır. Sensodin hər tərəfli müdafiə və ağardıcı, maksimum müdafiə və güclü ağardıcı əldə edin. Yeni Sensodin diş macunu ilə gündəlik ağız baxımını yaxşılaşdırın. Nəfəs almağınız çətinləşəndə həyat bir mübarizədir. Nə yaxşı ki, Otrivin 2 dəqiqə ərzində burnu açır və sizə daha yaxşı nəfəs almağa kömək edir. 12 saata qədər daha yaxşı gündüz və daha yaxşı gecələr sizi gözləyir. Otrivin ilə rahat nəfəs alın. Zəmanətli telefon aksesuarlar axtarırsınız? Bu mağaza sizin üçündür. Sumqayıt şəhər 2-ci mikrorayon Sülh prospektində yerləşən Uğur Telekomdan yararlana bilərsiniz.
Uğur Telekom'dan yeni münasib qiymətli və keyfiyyətli telefon və telefon aksesuarları görmək mümkündür. Uğur Telekom'dan istənilən abunə xidmətçinin olan nömrələr də əldə edə bilərsiniz. Ayrıca notazdakı yaranan istənilən cihazı Uğur Telekom'dan münasib qiymətə və zamana tam istədiyiniz kimi əldə edə bilərsiniz. Odur ki, seçiminizi Uğur Telekom'dan edin. Əgər siz də endirimi bol olan bir market istəyirsinizsə, Ordubad Supermarket tam sizin üçündür. Burada hər bayramda 20, 30, 40, 50, 60% qədər endirimlər mövcud olur. Ordubad Supermarketdə qida məhsullarından tutmuş məişət əşyalarına, hətta mebellərə qədər hər şey görə bilərsiniz. Bu supermarketdə hər gün Prego un və un məmulatları tərəfindən yeni şirniyyatlar bişirilir və münasib qiymətə satışa qoyulur. Burada təzə tərtəvəzlər də görmək mümkündür. Onu da qeyd edək ki, mağazada hər həftə endirim kampaniyaları olur. Odur ki, bu fürsəti qaçırmayın. Ünvan: Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 45-ci məhəllə. Bütün diş macunları eyni değil. Yeni Colgate Total bir çox ağız boşluğu probleminin səbəbinə qarşı yeni aktiv müdafiə sistemi sayəsində 3 dəfə daha səmərəli mübarizə aparır. İstifadəçilərin 100%'nin ağız boşluğu daha sağlam oldu. Yeni Colgate Total aktiv müdafiə problemlər başlamadan qarşısını almağa kömək edir. Ne demek? Bütün varlığına Değil. Ben bilirim. Hayatımda hiçbir şey. gerçek Öz bulunma bekleme. Ben öz geleceğini halledecektim. Elə ki, o Azərbaycanda Azərbaycan dilinin dünyaya tanıdılmasında bir çox müşavirələrdə, xarici ölkələrdə Azərbaycan dilini dünyaya tanıtmışdır. Belə ki, Heydər Əliyev İngiltərədə də Azərbaycanın dövlət dili olan Azərbaycan dilini dünyaya tanıtmış və Azərbaycan dili haqqında geniş məlumat vermişdir. Bizim için tarihi amil var. Azerbaycançılık. Azerbaycançılık. Bilirsiniz, bu Ermeniler çalışırlar desinler ki, Yusuf'u dersi ümumiyyətcə Azerbaycan milleti yok. Oradansa bu köçerler olubdur, falan olup geçmeyecek. Ama bizim milletimizin Azerbaycanlı kimin? Böyük tarihi var. Böyük tarihi var. Qədim tarihi var. Bizim dilimiz Azerbaycan dili. Bilirsiniz, Azerbaycanda bu 92. ildə bir böyük səhvə yol vermişdilər. Götürüb, bak bizim dilimiz Türk dilidir. Biz bir Türk dilli millətlere daxil. Bizim bəli əcdadlarımız hamısı birdir. Ancaq Türk dilli xalqlar sonra şaxələşiblər, hərəsi öz bir millətə çevirib. Özbək də Türk dillidir. Qırğız da Türk dilidir. Qazaq da Türk dilidir. Tatar da Türk dilidir. Türkmen de Türk dilidir. Başkır da Türk dilidir. Uygur da Türk dilidir. Hamısı Türk dilidir. Ama hərəsi bir millətdir. Hərəsində öz dili var. Mesela ben Özbək dilinin ola bilər ki 10% başa düşə bilərəm. Ondan artıq başa düşə bilmərəm. Ama bizim dilimizin kökü birdir. Biz bir kökdənik. Biz millət kimi də bir kökdənik, dil kimi də bir kökdənik. Ama boyu hərə bir kötüyün, bir kökün budağıdır. Biz bu budaq kimi, bu şaxa kimi inkişaf etmişik. Özümüzün adımız var, Azerbaycan. Özümüzün dilimiz var, Azerbaycan dili. Ve çok da güzel dilimiz var. Çok zengin dilimiz var.
çox belə ləzzətli dilimiz var. Siz bilirsiniz ki, mənim təhsilim ümumiyyətcə rus dilində gedir və mənim gənc vaxtından bütün həyatım da rus dilində olubdur, rus dilində oxumuşam, rus dilində işləmişəm. Moskvada böyük işlərdə işləmişəm. Rus dili mənim üçün çox ana dili kimi bir dildir. Amma nə qədər o dildən mən istifadə etmiş olsam da, Azərbaycan dili ilə mən o yan yana qoyarım. Biz Azərbaycanlıyıq, Respublikamız Azərbaycandır. Ancaq tarixi nöqteyi nəzərdən, elmi nöqteyi nəzərdən, dilçilik elmi nöqteyi nəzərdən Azərbaycan dili dünyada mövcud olan Türk dilli diller qrupuna daxil olan dildir. Ona görə Azərbaycan dilinin mənşəyi Türk diller kökündən gəlir. Amma Türk dilli diller qrupu dünyada çox böyükdür. Geçmişdə Sovetlər İttifaqının ərazisində 23 dil var. Hərəsinin müstəqil adı var, amma hamısı Türk diller qrupuna mənsubdur. Bunlardan biri də Azərbaycan dilidir. Türk mənşəli bir xalqıq, Türk dillərinə mənsub olan, o qrupa mənsub olan bizim dilimiz dildir. Ancaq o 23 dil kimi bizim də özümüzün dilimiz. Biz öz dilimizi gedib heç bir başqa dilə nə qarışdırmalıyıq, nə də ona yapışdırmalıyıq. Bundan başqa Heydər Əliyev jurnalistlərlə də səmimi danışıqlar etmişdir. Jurnalistlərlə də birlikdə deymiş, gülmüş, əylənmişdir. Onlara müsahibə verdiyi zaman ümumilli lider onların hər zaman yanında olmuş və onlarla deyib gülmüşdür. Heydər Əliyev Azərbaycanda açılan yeni müəssisələr, Azərbaycanda açılan restoranlar, müəssisələr, obyektlərlə də maraqlanmışdır. Belə ki, onun bu sahədən böyükdür. O müəssisələri, obyektləri açdıqdan sonra da həmin obyektlərə nəzarət etmişdir. Belə ki, müxtəlif mağazaları, restoranları gəzmiş və orada şəxsən özü restoranların birində həmin restoranın müştərilərə təklif etdiyi yeməklərdən tapmışdır. Yox, ola bir dişləməyəm ya. Gör necə ləzzət çəkəcəksən. Nə, bunu götürüm sonra yiyərəm. Yox. Çox sağ ol. İşte. Kız var mı? Hı? Ağzınızın suyu tökün. Afiyet olsun. Tez olacak. Tez olur. Çok olur. 10 dəqiqə. Tam 10 dakika lazım yok. Burada hazır yok hamburger. Hazır hamburger belə gətirək. Ha getir hazır. O yemeği. Pizza, hamburgerlər, salatlarımız var, gözəl grill var, saç kızartması kardeşlerine. Biz pizza da burada satıyoruz. Pizza da satırız böyle. Pizza geldi de tez olacak. Tez olur. Çok olur. 10 dəqiqə. Tam 10 dakika lazım yok. Burada hazır yok hamburger. Hazır hamburger belə gətirək. Ha getir hazır. Ümumilli lider Ulu Öndər Heydər Əliyev bir ömür boyu Azərbaycan xalqının yanında olmuşdur və ömrünü Azərbaycan xalqına həsr etmişdir. Ulu Öndər 2003-cü il dekabrın 12-sində ABŞ-da Cleveland klinikasında dünyancısını dəyişmişdir və onu Fəxri Xiyabanda dəfn edilmişdir. O gündən bu günə Azərbaycan xalqı heç vaxt onu unutmamışdır və unutmayacaq. Günümüzdə də Ulu Öndər Heydər Əliyevin yolunu onun oğlu, onun siyasətinin davamçısı İlham Heydər oğlu Əliyev davam elətdirir. Allah Ulu Öndərə bir daha rəhmət etsin. Türk dilli diller grubu dünyada çok büyüktür. Biz müstəqilik, biz sərbəstlik.
Biz heç kəsdən asılı deyilik. Amma o şərtdən açdım ki, orada Azərbaycan fakültəti olsun. Erməni fakültəti ilə bərabər. Biz öz dilimizi gedib heç bir başqa nə qarışdırmalıyıq, nə də ona